Salam dostlar, bu gördüğümüz məscid Naxçıvanda el arasında Türk məscidi kimi adlanır. Dostlar, burası da məscidimizin həyətidir. El arasında Türk məscidi kimi adlanan bu məscid əslində Kazım Qarabakı adlı məsciddir. Burada Kazım Qarabakı haqqında məlumat verilib. Mustafa Kemal Atatürkün yağı sataşı olması haqqında, onun Şərq Fatihi adını alması haqqında və millət vəkili olması haqqında məlumat var belə. Və məlumatı göstərilir ki, 1882-ci ildə dünyaya gəlib, 1948-ci ildə vəfat edib. Allah rəhmət eləsin və yeri cənnət olsun. Bu gördüyünüz hissədə məscidin dəstəmaz zalının hissəsidir. İndi inşallah məscidimizin içərisinə girəcəyik, daxil olacağıq. Burada maşallah məscidimizin içərisidir. Allah bütün müsəlmanların namazlarını, oruçlarını qəbul eləsin.